Salam, bugün sizə qan damar sisteminin mövzusunu izah edəcəm. Videonu like etməyi və kanalıma abunə olmağı unutmayın. Keçid edək dərs videosunu izah. Orqanizmin daxili maye mühiti dedikdə qan, limfa və hüceyrə arası maye nəzərdə tutulur. Qan haqqında məlumat verək. Qanın tərkibi plazma və formalı elementlərdən ibarətdir. Plazma qanın 55-60% qədərini təşkil edir. Formal elementlər isə qanın təqribən 40-45% qədərini təşkil edir. Plazma qanın maye hissəsidir və plazmanın içində formal elementlər yerləşir. Plazmanın da təqribən 90% qədəri sudur. Plazmanın 90% qədəri sudur. Yerdə qalan 10% isə nədir? Üzvü və qeyri-üzvü maddələrdir. Qanın formal elementləri isə biz dedik ki, qanın 40-45% qədərini təşkil edir. Bəs qanın formal elementləri hansıdır? Qanın formal elementlərinə eritrositlər, leykositlər və trombositlər aiddir. Leykositlər haqqında məlumat verək. Leykositlər 1 kub millimetr qanda təqribən 4-10 min olur, rəngsizdir, nüvəlidir, qırmızı sümüklüyündə və limfa düyünlərində yaranır, dalaqda parçalanır, ömrü bir neçə saatdan bir neçə günə qədər olur. Yalançı ayaq əmələ gətirə bilirlər. Leykositlərdə ümumiyyətlə fagositoz prosesi gedir. Fagositoz biz bilirik ki, fagos udmaq deməkdir, sitoz isə hüceyrə deməkdir. Fagosit hüceyrələr, yəni uducu hüceyrələr və fagositoz prosesini ilk dəfə Meçnikov kəşf etmişdir. Trombositlər isə 1 kub millimetr qanda təqribən 150-400 min olur. Qırmızı sümüklüyündə yaranır, qaraciyər və dalaqda parçalanır, rəngsizdir və nüvəsizdir. Ömrü 7-10 gündür, qanın laxtalanmasında iştirak edir. Eritrositlər isə 1 kub millimetr qanda 5 milyon eritrosit olur. Ortası basıq, dik formasında olur. Yetkin eritrositlər nüvələrini itirir. Eritrositlərə qırmızı rəngi verən hemoglobin zülalıdır. Eritrositlər qırmızı sümüklüyündə yaranır, qaraciyər və dalaqda parçalanır, ömrü isə 120 gündür. Demək, indi biz 3 formal elementin üçünü ümumiləşdirib belə bir nəticə çıxarırıq ki, formal elementlərdən rəngi olan hansıdır? Eritrositlərdir. Formal elementlərdən nüvəsi olan hansıdır? Leykositlərdir. Eritrositlərdə də yetkin halda nüvə olmur. Formal elementlərdən eritrositlər miqdarı nə qədərdir 1 kub millimetr qanda? 5 milyondur. Leykositlərin miqdarı 4-10 mindir. Trombositlər isə 150-400 min olur. Hansının rəngi var desək, yalnız eritrositlərin rəngi var. Daha sonra nüvəsi olan leykositlərdir. Qanın laxtalanmasında iştirak edən trombositlərdir. Fagositoz prosesini həyata keçirən isə leykositlərdir. Qana qırmızı rəngi verən isə eritrositlərdir. İndi yaranma yerlərində və parçalama yerlərini müqayisə edək. Həm eritrositlər, həm də trombositlər qırmızı sümüklüyündə yaranır, qaraciyər və dalaqda parçalanır. Eynidir eritrositlər. Deməli, qırmızı sümüklüyündə yaranır, qaraciyər və dalaqda parçalanır. Hər ikisi də nüvəsizdir. Amma leykositlər isə qırmızı sümüklüyündə və limfa düyünlərində yaranır və dalaqda, yalnızca dalaqda parçalanır. Ömürlərindən danışaq. Eritrositlər 120 gün yaşayır. Yəni, nə qədərdir 120 gün? 4 ay. Eritrositlərin yaşama müddəti oldu 4 ay. Qeyd edək, eritrositlər 4 ay yaşadı. 120 gün. Onda eritrositlər 1 ildə neçə dəfə təzələnəcək? 1 il 12 aydır elə. 4 ayda bir dəfə təzələnirsə, bəs 12 ayda neçə dəfə təzələnər? 3 dəfə. Bəs leykositlər bir neçə saatdan bir neçə günə qədər yaşaya bilir. Trombositlərin isə yaşama müddəti 7-10 gündür. Qan damar sistemi 3 hissədən ibarətdir. Ürək, damarlar və qandan. Biz qan haqqında məlumat verdik. Ürəyə baxaq. Ürək 4 kameralıdır. Sol qulaqcıq, sol mədəcik, sağ qulaqcıq və sağ mədəcikdən. Deməli, ürək 4 kameralıdır və 2 qulaqcıq 2 mədəcikdən ibarətdir. Və ürək 2 hissəlidir. Sağ hissə və sol hissə. Bir müddət sonra ürək haqqında daha ətraflı danışacağıq. Damarlara baxaq. Damarların insanda 3 növü var. Arteriya damarları, kapillyar və vena damarları. Arteriya damarları, ürəkdən çıxan damarlar ümumiyyətlə arteriyadır. Ürəyə gələn damarlar isə vena damarlarıdır. Bəs kapillyarlarda mübadilə prosesi gedir.
Və kapilyarlar hətta insanın bir saç telindən 14 dəfə nazikdir. O qədər kiçik damarlardır və kapilyarlarda qabiliyyəti çox aşağıdır. Çünki kapilyarlarda qan axma sürəti aşağı olmalıdır ki, orada mübadilə prosesi gedə bilsin. Deməli, ürəkdən qanı çıxaran damarlar arteriya, qanı ürəyə gətirən damarlar vena adlanır. Kapilyarlarda isə mübadilə prosesi gedir və qanın axma sürəti orada minimum səviyyə. Qan damarları haqqında daha ətraflı məlumat verək. İnsanda qan damarları arteriya damarları, kapilyar və vena damarlarıdır. Arteriya biz dedik ki, qanı ürəkdən çıxarır, yəni qanı paylayır, divarı qalın və elastik idi, təzyiq arteriya damarlarında yüksəkdir. Kapilyarlar arteriya və venaların arasında yerləşir. Maddələr və qazlar mübadiləsində iştirak edir. Divarı bir qat yastı epitelidən ibarətdir. Vena damarları isə ürəyə gələn damardır. Divarında əzələ və elastik elementlər azdır, qanı orqanlardan toplayır və qapaqlara malikdir. İndi biz qan damarlarında təzyiqin və sürəti müqayisə edək, göstərək. Deməli, uşaqlar, əgər biz sürətdən danışırıqsa, arteriya böyükdür, vena o da böyükdür kapilyar. Sürətdə. Arteriyalarda sürət, qanın axma sürəti 0,25 metr/saniyə. Venada 0,2 metr/saniyə. Amma kapilyarlarda isə qanın axma sürəti 0,5 millimetr/saniyədir. Gələk indi təzyiqi müqayisə edək. Təzyiq isə arteriyada təzyiq yüksəkdir, sonra kapilyar, sonra isə vena. Təzyiqdə fərq kapilyarla vena, yəni sürətlə təzyiqdə fərq bir-birinin yerini dəyişib. Kapilyarlarda sürət çox aşağıdır, səbəb də odur ki, mübadilə gedə bilsin, qan oradan yavaş-yavaş axsın. Amma təzyiq isə arteriya böyükdür, kapilyar o da böyükdür vena. Venalarda təzyiq mənfi belə ola bilir. Yəni yuxarı-aşağı boş venalarda təzyiq hətta mənfi olur. İnsan ürəyi 4 kameralıdır. 2 qulaqcıq və 2 mədədikdən ibarətdir. Toplam 4 kamera. Ümumiyyətlə, insan ürəyinə 8 damar birləşir. Ürəyə 8 damar birləşir. Həmin bu 8 damardan ikisi ürəkdən çıxan damarlardır. 6-sı isə ürəyə gələn damarlardır. Ürəkdən çıxan damarlar hansıdır? Şəkilə diqqət yetirək. Aorta damarı. Baxın, aorta. Aorta damarı qanı ürəkdən çıxarır. Bir də ağciyər kötüyü. Baxın, 2 şaxəyə ayrılıb göy damar. Ağciyər kötüyü ağciyərlərə gedir. Bir ədəd çıxır ürəkdən, 2 şaxəyə ayrılır. Ağciyər kötüyü ilə ürəkdən çıxır. Ağciyər arteriyalarına ayrılır 2 şaxəyə. Və insanda 2 ağciyər var. Gedir ağciyərlərə təmizlənməyə görə. İnsanın ürəyindən çıxan damarlar oldu. Aorta və ağciyər kötüyü. Bəs ürəyə gələn damarlar hansıdır? Ürəyə gələn damarlar isə baxın buradan yuxarı boş vena, aşağı boş vena və burada ağciyər venaları. Sol ağciyər venaları 4 ədəd. Ağciyər venalarına baxın. Ağciyər venaları. Toplam 6 damar. Deməli, insan ürəyinə 8 damar birləşir. İkisi qanı ürəkdən çıxarır. Hansılar oldu qanı ürəkdən çıxaranlar? Aorta damarı və bir də ağciyər kötüyü. Qanı ürəyə gətirən isə 6 damar var. Hansılardır? İkisi yuxarı boş vena, daha doğrusu biri yuxarı boş vena, digəri aşağı boş vena, oldu 2 ədəd. Qalan 4 ədəd isə ağciyər venalarıdır. Sol ağciyər venaları. İnsanda ürəyin sikli 0,8 saniyədir. Bu nə deməkdir? Ürəyi bir dəfə döyməyinə 0,8 saniyə vaxt sərf olunur. Necə olur ki, insanın ürəyi onun ömrünün sonuna qədər döyünür? Buna səbəb insanın ürəyinin bir dəfə döyünməsi zamanı belə istirahətini etməsidir. İnsanın ürəyi bir dəfə döyünəndə 0,8 saniyə vaxt çəkir və bu 0,8 saniyənin yarısını, yəni 0,4-ünü işləyir, 0,8-4-ünü isə istirahət edir. 0,4-ünü istirahət edir, 0,4-ünü isə işləyir. Yaxşı, bəs ürək işləyən zaman nə edir? İndi ondan danışaq. Ürək işləməsi zamanı 0,4 saniyənin 0,1-ini qulaqcıqların yığılmasına sərf olunur.
0,4 saniyə ki işləyir. Onun 0,1-i qulaqcıqların sistoli olasıdır. 0,1 saniyə. Yerdə qalır 0,3 saniyə. O 0,3 saniyə isə mədəciklərin sistolasıdır. Sistola yəni yığılma. Deməli, ürək bir dəfə döyünəndə 0,4 saniyə işləyir, 0,4 saniyə istirahət edir. İşləyən zaman da 0,4 işləyir, yəni sistolası. Aha, ümumi diastola, yəni ümumi boşalma isə 0,4 saniyədir. Aha, mən sizə desəm ki, ürəyin 0,8 saniyəlik siklında qulaqcıqlar nə qədər istirahət edir? Necə cavab verərsiniz? Ürəyin 0,8 saniyəlik sikli şəraitində qulaqcıqlar nə qədər istirahət edir? Aha, cavabı 0,8 saniyənin 0,1-ini işləyir. Yerdə nə qədər qalır? Onda 0,7 saniyəsini istirahət edir. Yaxşı, bəs mədəciklər 0,8 saniyəlik sikl şəraitində nə qədər istirahət edir desək? Necə taparsınız onu fikirləşin. Mədəciklər 0,8 saniyəlik siklda nə qədər istirahət edir? 0,8-in 0,3-ünü mədəciklər işləyirsə, onda 0,8-dən 0,3-ü çıxırıq, 0,5 saniyəsini isə istirahət etmiş olur. Qulaqcıqlarla mədəciklər arasında taylı qapaqlar yerləşir. Mədəciklərlə damarlar arasında isə aypara qapaqlar yerləşir. Taylı qapaqlar sol hissədə, ürəyin sol hissəsində 2 ədəddir, sağda isə 3 ədəddir. Amma aypara qapaqlar isə həm ürəyin sol hissəsində, həm də sağ hissəsində 3 ədəd olur. Taylı qapaqlar, 2 taylı qapaqlar sol qulaqcıqla sol mədəcik arasındadır, 3 taylı qapaqlar isə sağ qulaqcıqla sağ mədəcik arasındadır. Aha, ürəyin döyünməsi prosesi göstərilib burada. Bir dəqiqədə ürək 75 dəfə döyünür. Ürəkdə olan göy rəngli damarlar venoz qan daşıyır. Qırmızı rəngli damarlar isə arterial qan daşıyır. Arterial qan oksigenlə zəngin qandır. Aha, venoz qan isə karbon qazı ilə zəngin qandır. Aha, burada qulaqcıqların yığılması prosesi göstərilir. Qulaqcıqlar yığılır, qan tökülür mədəciyə. Qulaqcıqlar yığılanda taylı qapaqlar açılır. Taylı qapaqlar açılmalıdır ki, qulaqcıqda yığılmış qan tökülsün mədəciyə. Mədəciklər yığılanda isə aypara qapaqlar açılır ki, mədəcikdən qan damara axsın. Aortaya və yaxud da ağciyər kötüyünə axsın. Yəni, ürək siklinin birinci fazasında, yəni 0,1 saniyəlik siklda, şəraitdə, yəni qulaqcıqlar yığılanda taylı qapaqlar açıq olur. Ürək siklinin ikinci fazasında isə, yəni mədəciklər yığılanda, aypara qapaqlar açıq olur. Üçüncü faza hansı fazadır? Deməli, ürəyin ümumi diastolası. Ürəyin ümumi diastolası zamanı isə həm taylı qapaqlar, həm də aypara qapaqlar bağlı olur. Fazanın sonuna yaxın isə taylı qapaqlar açılmış olur. Qan damar sistemində baş verən zədələnmələr qan axmaları gətirib çıxarır. İnsan bədənində olan qanın 2,5 litri itirilsə, bu ölümlə nəticələnir. İnsanda həm xarici, həm daxili qan axmanın 3 növü var. Arterial, kapilyar və venoz. Kapilyar damarlar biz dedik ki, çox kiçik ölçüyə malikdir. Qan da orada yavaş sürətlə axır. Əgər kapilyar damarımız zədələnibsə, bu insan üçün heç bir həyati təhlükəsi yoxdur. Bu zaman həmin nahiyəyə yod sürtürük və steril sayğı qoyuruq. Əgər kiçik venoz vena damarımızda zədələnmə varsa, yəni venoz qanaxmadırsa, bu zaman isə kiçik vena damarı zədələnibsə, bura yod sürtürük və sıxıcı sarğı qoyuruq. Əgər böyük vena damarı zədələnibsə, bu zaman deməli turnadan istifadə olunur. Arterial damarda isə qan yüksək sürətlə axır. Əgər arterial qanaxma baş veribsə, bu zaman həmin nahiyəyə turna qoymaq lazımdır. Daxili qanaxmanın bir sıra əlamətləri var və daxili qanaxmanın əlamətlərini misal göstərə bilərik. Məsələn, xəstənin rənginin avazımasını, nəbz vurğularının gah artıb, gah azalmasını, xəstənin soyuq dər basmasını misal göstərə bilərik. Əgər daxili qanaxmadan şübhələnmisinizsə, həmin nahiyəyə soyuq əşya qoyub xəstəni yarım oturaq vəziyyətdə və gətirməliyik və dərhal həkimə müraciət etməliyik. İnsanda 2 qan dövranı var. Böyük qan dövranı və kiçik qan dövranı. Böyük qan dövranı 19-21 saniyə çəkir, kiçik qan dövranı isə 4-5 saniyə çəkir. Böyük qan dövranından başlayaq. İnsanda böyük qan dövranı sol mədəci ilə başlayır, sağ qulaqcıqda
qurtarır sol mədəci ilə. Yaxşı. Ürəyin sol mədəcindən çıxan damar hansıdır? Ən iri damar olan aorta. Aha. Deməli, böyük qan dövranı sol mədəcikdən aorta ilə çıxır. Ürəkdən çıxandan sonra aorta damarı arteriyalara şaxələnir. Aha, və aortada biz görürük ki, aorta damarı qırmızı rənglidir. Deməli, tərkibində oksigenlə zəngin damardır. Aha, aorta damarı arterial damarlara şaxələnir, kiçik arteriya damarlarına. Hələ də tərkiblərində arterial qan var. Daha sonra isə bu arteriya damarları daha kiçik şaxələrə, kapilyarlara şaxələnir. Və biz demişik ki, kapilyarlarda qazlar mübadiləsi gedir. Aha, kapilyarlarda artıq arterial qan venöz qana çevrilir. Aha, həmin venöz qan kiçik vena damarlarına yığılır və daha sonra isə yuxarı aşağı boş vena ilə gəlir, tökülür ürəyin sağ qulaqcığına. Aha, kiçik qan dövranından danışaq. Kiçik qan dövranında isə nəyə görə ona kiçik qan dövranı deyirik? Sadəcə ürəyə gedir və qayıdır. Kiçik qan dövranı isə ürəyin sağ mədəciyindən çıxır. Sağ mədəcikdən ağciyər kötüyü ilə çıxır. Baxın, nəyə görə o damarın adı ağciyərdir? Çünki ağciyər kötüyü sadəcə ağciyərə gedir, təmizlənir və qayıdır. Ağciyər kötüyü damara diqqət etirsəz, göy rənglidir. Yəni tərkibində venöz qan var. Aha, həmin ağciyər kötüyü ürəkdən çıxandan sonra şaxələnir ağciyər arteriyalarına. Həmin ağciyər arteriyaları daha sonra keçir ağciyər kapilyarlarına şaxələnir və kapilyarlarda yenə mübadilə gedir. Bu dəfə isə biz dedik ağciyər kötüyünün içində venöz qan olur. Aha, kapilyarlara çatanda venöz qan təmizlənir, olur arterial qan. Həmin arterial qan ağciyər venaları ilə gəlir, tökülür ürəyin sol qulaqcığına. Bu da kiçik qan dövranı. İndi bir şeyə mən aydınlıq gətirmək istəyirəm ki, test tapşırıqlarında da var. Belə tipli suallar çoxdur. Biz dedik ki, arteriya təmiz qandır. Elə arteriya damarlarının içində təmiz qan olur. Təmiz. Və yaxud da belə yazaq da, arteriya damarlarının içəri oksigenlə zəngin olur. Oksigenlə zəngin olduğuna görə təmizdir, oksigenlə. Aha, venaların içində isə karbon qazı çox olur. Ona görə də rəngləri göy rəngdədir, görürsünüz ki, arteriya damarları isə oksigenlə zəngindir. Əgər arteriya sözünün qarşısında ağciyər varsa, deməli ağciyər arteriyası isə olacaq venöz qan. Əgər vena sözünün qarşısında ağciyər sözü varsa, demək ağciyər venasında isə olacaq təmiz qan. Sadəcə bunu bilsək, arteriyalarda təmiz qan olur, venada çirkli qan olur. Amma sözün qarşısında ağciyər varsa, tam əksi olacaq. Arteriyada çirkli qan olacaq, venada isə təmiz qan olacaq. Bunu belə dəqiq şəkildə yadda saxlayın ki, test tapşırıqlarında çaşmayasınız. Aha, qan dövranı izahı da bura qədər. Ümumiyyətlə böyük qan dövranı bildik ki, bütün orqanlara gedir, təmiz qanı daşıyır bütün orqanlara, çünki bütün orqanların, hüceyrələrin oksigenə ehtiyacı var. Böyük qan dövranı təmiz qanı aparır. Sonra kapilyarlara şaxələnəndən sonra isə mübadilə prosesi gedir kapilyarlarda və venöz qana çevrilir. O venöz qan da yuxarı aşağı boş vena ilə gəlir, tökür ürəyin sağ qulaqcığına. Və bunu yadda saxlayın ki, qan dövranı, ümumiyyətlə böyük qan dövranı başladı sol mədəcikdən. Qan dövranı mədəciklərdə başlayır, qulaqcıqlarda bitir. Aha, sol mədəcikdə başlayır böyük qan dövranı, sağ qulaqcıqda bitir. Kiçik qan dövranı isə sağ mədəcikdə başlayır, sol qulaqcıqda bitir. Aha, bir nüansa da diqqət yetirək. Deməli, uşaqlar, oksigen qandan toxum mayesinə, oradan da hüceyrəyə keçir. Oksigen, sıralama belədir. Oksigen qandan toxum mayesinə, toxum mayesindən isə hüceyrəyə keçir. Amma karbon qazı isə hüceyrədən toxum mayesinə, oradan isə qana keçir. Aha, bu da diqqət edin.